Bu proses tədricən dekabr ayının 7-si axşamına doğru və 8-də artıq havanın daha da soyulmasına səbəb olacaq. Çünki artıq bu sistem şimaldan davamlı olaraq soyuq hava axınlarını regiona daşıyacaq. Bu da soyuq hava kütlələri ilə Qara dənizdən, Aralıq dənizdən daşınan nəmlə eyni zamanda bu sistemin, yəni orta troposferdəki ekstratropik siklon sisteminin dönüşü ilə əlaqədar olaraq artıq bu sistemin, yəni bu ekstratropik siklon sisteminin sağ qolunun Xəzər dənizindən nəmin artıq Azərbaycan arasında daşınması və Qara dənizdən, Aralıq dənizindən daşınan davamlı nəmlə soyuq hava kütlələrinin toqquşması, qarışması fonunda dekabr ayının 8-i və 9-da Azərbaycan arasındakı yağıntıların artıq intensiv və güclü olması ehtimalı var. Nəticədə dağlıq rayonlarda artıq dekabr ayının 8-i və 9-da intensiv xarakterli qar yağması gözlənilir. Artıq dəniz səviyyəsindən 1800 metrdən yüksəkdə yerləşən kəndlərdə qar örtüyünün əmələ gəlməsi ehtimalı var. Yəni artıq 2025-ci ilin dekabr ayının artıq 8-də havanın daha da soyulması nəticəsində artıq dağlıq rayonlarda qar örtüyünün əmələ gəlməsi gözlənilir. Yəni ilk ciddi qar örtüyünün artıq dekabr ayının 8-i və 9-da dağlıq rayonlarda qar örtüyünün əmələ gəlməsi gözlənilir. Bu proses tədricən artıq dekabr ayının 9-cu günün birinci yarısında tədricən Cənubi Azərbaycan arasında doğru yaxınlaşacaq və nəticədə Qafqazın şimalında hava şəraitində sabitləşmə gözlənilir, lakin soyuq hava şəraiti davam edəcək. Bu sistemin, yəni bu ekstratropik siklon sisteminin dağlıq ərazilərə dağılım olması və ərazidə bir qədər prosesin dəyişilməsi fonunda, xüsusən Azərbaycanın cənubunda bu sistem tədricən artıq daha da ərazidə intensivləşəcək və Şimali Qafqazda hava şəraitində nisbətən sabitləşmə gözlənilir. Lakin dekabr ayının ümumilikdə dekabr ayının 9-u və 10-da da regionda hava şəraitinin qeyri-sabit keçməsi, havanın soyuq keçməsi gözlənilir. Yəni Şimali Qafqaz yağıntılar səngilsə də soyuq hava şəraiti davam edəcək. Cənubi Qafqaz Azərbaycan arasında da dekabr ayının 9-u və 10-da da soyuq və qeyri-sabit hava şəraitinin davam etməsi gözlənilir. Artıq dekabr ayının 9-u və 10-da havanın temperaturunun kifayət qədər azalması fonunda regionda artıq temperatur anomaliyasının 1500 metr yüksəklikdə, yəni temperatur anomaliyasının bir xeyli azalması gözlənilir. Bu da artıq soyuq havanın regionda aktiv olması mənasına gəlir.